Nərimanı hamı döyüşdə tanıyır. Bəs real həyatda Nəriman necə biridir? İstəmirəm ekran qarşısına çıxsın. Nəriman döyüşəndə aqressiv olur. Döyüşməyə meyilli olmuşam. Mən artıq bəsdir, mən atmalıyam. Nəticə vermək istəyirsənsə, Çempion olmaq çətindir, yoxsa çempion qalmaq? elə döyüşməlisən ki, hakimlərin əlinə qalmasın sənin döyüş qərarı. Göstərmişəm ki, bizim millət də vuruşan millətdir. Mən düşünürəm ki, açığı bu təkcə MMA-da deyil, digər idman növlərində də belədir. TikTok çempionları. Bəli. De belə. Salam Sport izləyiciləri, bugün biz Nəriman Abbasovun zalındayıq və gəldik ki, xüsusi buraxılışımızı çəkək. Xoş gördük. Salamlayıram, xoş gəlmisiniz. Çox sağ olun. Bu zalımda ilk çəkilişdir. Və inşallah bundan sonra daimi çəkilişləriniz olar və İnşallah. daha böyük nailiyyətləriniz olar. Allah qoysun. Neçə yaşınızdan idmana başladınız? 6 yaşımdan, 5-6 yaşımdan. Nərimanı hamı döyüşdə tanıyır. Bəs real həyatda Nəriman necə biridir? İdman həyatı ayrı, real həyat ayrı. Oca şəxsi həyatdır. İdmanı tanımaqlar bəs. Şəxsi həyat ayrıdır. O özümə aiddir də, yəni necə deyim. Oca uşaqları, övladlarıma ayırıram. Bəs ikisi arasındakı fərq nədir? Fərqi çox. Məsələn, belə deyim də, mənim o həyatım istəmirəm ekran qarşısına çıxsın. Bu idman həyatı elədir ki, bu gün var, sabah yox. O isə mənim həyatım davam edir də. Bax, idmanın içində Nəriman döyüşəndə aqressiv olur, qələbə istəyir. Bəs normal həyatda Nəriman? Lazım olanda aqressiv olur, lazım olanda yaxşı. Okey. 2013-dən bugünə qədər hansı döyüş sənin xarakterini daha çox dəyişdi? Bu elə bir idman növüdür ki, yəni xarakterin olmasa, rezultat ola bilməzsə, nəticələr çox çətin ola bilər. Siz idmanı seçəndə uca bilirsən ki, bu çətin yoldur, gedəsən bu yolla. Ona da xarakter lazımdır. Hər adam yəni bu idmana gedə bilmir. Müəyyən yeri var ki, yəni 10 döyüş, 15 döyüşdən sonra o idmançılar var ki, saxlatdırıb uca döyüş. Bizdə uca 35 dənə döyüşümüz var. Bəs nə üçün MMA? Necə deyim, döyüşməyə meyilli olmuşam. Güləşlə də məşğul olmuşam, boksa da getmişəm, çox idman növlərinə getmişəm və gəlib burada tapmışam özümü. Necə deyim, mənə uyğun idman olduğuna görə MMA-ya davam eləmişəm. Bu idmana da gəlməyim sadəcə elə bir maraq üçün gəlmişəm, sonra görmüşəm, alınıb davam eləmişik. Bəs nə vaxt elə bir vaxt olubmu ki, demisən ki, artıq bəsdir, mən atmalıyam? Professional idman elədi ki, yəni ailədən, uşaqdan uzaq olursan, real həyatdan uzaq olursan, yəni nəticə vermək istəyirsənsə, onları qurban verməlisən. Düzdür, bax, bu məqamda sizi idmana bağlayan nə olubdu? Çempionluqdur, ya belə deyim də. İnsan çempion olmaq istəyirsə, hər şey qurban verməlidir ki, o yolu keçəsən. O hamı idmanla məşğul olur, amma hamı çempion deyil. Çempion olmaq çətindir, yoxsa çempion qalmaq? İkisi də. Çempion olmaq bir dərddir, saxlamaq iki dərd. Hansı mərhələdə daha çox tək qalmısınız? Belə bir söz var, medalın varsa göz qabağındasın, medalın yoxsa heç kimə lazım deyilsən. Belə deyək. Karyeranda yox deməli olduğum, amma sonradan yaxşı ki etmədim, razılaşmadım dediyim bir məqam, bir döyüş olubmu? Yox, elə döyüşüm olmayıb ki, yox deyil. Hamısından razılaşmısınız? Yəni deyirəm, çempion olmaq istəyənsə, hər şeyə razı olmalısan. Narazıçılıq olmaq olmaz. Narazıçılıq olmamalıdır. 100%. Sizi MMA-da döyüşün ucaldan daha çox istedaddır, yoxsa düzgün vaxtda verilmiş düzgün qərarlarınızdır? Düzgün məşq edir. Yəni necə deyim, düzgün müəllimin yanında olmaq, düzgün idmanda, rejimdə yaşamaq, necə deyim, vaxtı-vaxtında yatıb, vaxtı-vaxtında durub, vaxtı-vaxtında məşq eləyib, hər şey riayət eləsən, çempion da olursan, o adı da qoruyursan. Siz UFC səviyyəsində də döyüşmüsünüz? Bəli, kontenderdə vuruşmuşam. Yəni orada fərq nə idi MMA ilə
UFC arasında? Yəni MMA idman növünün adı UFC təşkilatdır. Belə deyim də sizə. Fərq heç nə yoxdur. Sadəcə o okean o tərəfidir. Hamısı eyni şeylərdir. Yəni təşkilatların fərqi nədir? Səviyyə söhbəti var. Tutaq ki, təşkilatda orada oturmuşsan, get. Hə. Sadəcə orada təşkil olunan şeylər ayrı cürdür. Bu da psixoloji gərginlik. Yox. Döyüşə çıxırsansa, yəni o 100 hər tərəfindən nətərciklər olsa da sən əgər beynində qələbədirsə, onun fərqi yox. Onun insanın içində də vurursan, onsuz ki vizsiz olur. Başqa işim olmur ki. Bir daha südüyə. Hakimlərlə bağlı nə deyə bilərsiniz? Elə döyüşməlisən ki, hakimlərin əlinə qalmasın sənin döyüş qərarı. Yəni onlar qərar verməsin, belə deyim. Sizcə belə deyək də MMA-da hakimlər bəzən qərəzli qərarlar verirmi? Olur, məsələn, mənim axırıncı döyüşlərimin hamısını hakimlər düzdürür. Yəni udmuşam, bunu hamı görür, hakimlər səhv qərar verir. Bu zaman etiraz eləyə bilirsiniz? Yox, qərar dəyişilmir onsuz da, etiraz eləsən də. Mən özüm də taekvondoda hakiməm. Bilirəm ki, hakimin qərarı dəyişmir, amma məsələn mən tam əminliklə deyə bilərəm ki, taekvondo hakimlərinin arasında qərəzli qərar verən və yaxud tərəfkeşlik eləyən yoxdur. Yəni Azərbaycan daxilində. Yox, indi həvəskar idman növü ayrıdır, professional idman növü ayrıdır. Yəni orada necə hiss edirəm? Məsələn, həvəskarlarda belə deyək də, sadəcə həvəskardan. Bizdə elədir ki, bizdə orada oyunlar oynaya bilərlər. Hər şey ola bilər. Azərbaycanı təmsil etdiyinizi, hiss etdiyiniz məqamda əlavə məsuliyyət hissi sizi sıxır? Yox, onsuz sən haradasa ölkəni təmsil edirsənsə, yəni tək özün deyilsən, Azərbaycanın adından vuruşursan və dünya arenalarında göstərsən ki, yəni bizdə də vuruşan var, bizim idmançılarımız da var. MMA idman növü elədir ki, hamısı çox dağıstanlardır. Bəli. Çeçenlərdir. Mən onların içindən çox vuruşmuşam, mən çox qələbələrim onların üzərində olub. Yəni göstərmişəm ki, bizim millət də vuruşan millətdir. Bəli. UFC-də sizi digərlərindən ayıran əsas xüsusiyyət nə idi? Heç nə, yəni hansız heç bir şey. Elə fərqi yoxdur ya, xanım. Yəni necə sizə bir söz. Orada təşkilatçılıq söhbəti var. Yəni UFC idmançılar arasında. Məsələn, qarşı rəqibləriniz sizi onlardan xarakter olaraq ayıran nə idi? Heç nə. Sadəcə pərdə arxası şeylər var ki, danışmaq olmur. Məşqçi ilə razılaşmadığınız, amma sonradan məşqçinin haqlı olduğunu düşündüyünüz məqamlar var? Yox, mənim müəllimim nə deyibsə biz onunla razılaşmışıq. Elə problem olmuyor. Heç düşünmüsünüz ki, Azərbaycanı yox, başqa ölkəni təmsil etsəydim, karyeram bugün daha sürətli inkişaf edərdi? Yəni siz necədir? Necə deyim sizə? Yəni Azərbaycandan yoxsa yəni başqa ölkənin adına ilə təmsil edək ki, öz ölkəmizin adını qaldıraq. Elə peşmançılığım olmur. Şükürlər olsun, zalımız da var. Bəli. Ən azından bildiklərimizi gənc nəslə ötürə bilirik. Mən açıq heç nə yoxdur. Bu məqamda sual yaranır ki, həmişə idmançı olaraq fəaliyyət göstərmisiniz də. Bu günləri artıq öz tələbələriniz var və onlara məşq keçirirsiniz. Necə hissdir? Necə deyim sizə? Tələbələr var ya, yəni məndə hələ ki təzə olduğuna görə şeydir də. İnanılmaz ötəm. O üçün tələbələr təzədir, bu canımız təzə açılır, 2 aydır, 3 ayda açılır. Hələ görürük də nətər olacaq. Sizə görə ideal məşqçi sərt olmalıdır? 100%. Siz müəllim tələbə arasında görünməlidir. Sərt deyəndə, idmanda belə deyim də, sən dediyin şeyləri gətirməlidir. Sərt olmasa, ona idmançı olmaz, alınmaz da. Yəni sən dedikləri riayət eləməsə,
Nə üçün məndə Lüboy müəllim elə düşünür ki, yəni riayət eləməsə, o idmançıdan idmançı olmaz. Bugün Azərbaycan MMA-sında ən böyük problem nədir? Yəni nəyi düzəltsək daha yaxşı inkişaf edər? Deyəcəm, çoxsun xəttinə deyəcək. Yerindən duran məşqçiliyi edir. Bu bir. Yerindən duran, yəni 2 gün yumruq atıb, 3-cü gün gəlib məşqçiliyi ilə məşğul olur. O düzgün deyil də, yəni. Mən. Elə gənc uşaqlar var ki, yəni istedadlı uşaqlar. Gedir elə müəllimlər əlinə düşür və necə deyim, iqbat olurlar. Mən. Yəni elə şeylərin diqqət eləməlidirlər. Heç kim inciməsin məndən, olanı deyirəm. Yəni uşaq var, MMA vuruşu ver, ölkə səviyyəli. Amma gəlib məşqçilik eləyir, onu da qınamıram, o ölkə səviyyəli bilir də. Yəni çalışdırmır ki, işləsinlər bu, necə deyim, idmana anlayışı olan uşaqların üstündə, yəni dünya arenalarını görmüş uşaqların üstündə. Onlar ən azından bilirlər ki, qıraqda nə məşqlər var və yaxud zborlarda görürlər, necə məşq. Fərqli işin yoxdur, yaxın. Bizim idmançılarda necə hissədiyim. Mənim o Dağıstanda bu çizgi hamı eyni məşq edir. Yoxsa orada istək söhbəti var. O səndən çox istəyib o qələbəni o qazanır. Sizcə döyüşçülər daha çox nədə uduzurlar idmançılarımız? Nə mənada? Dəstəkdə, sistemdə, yoxsa səbirdə? Dəstək deyəndə ki, ölkədə dəstək o güc, necə deyim, yəni dəstəyimiz elə də güclü deyil, yəni dəstək yoxdur. Mən professional idmanda görürsən ki, yəni Dağıstanlarda, Çeçenistanda və başqa ölkələrdə biznesmenlər dəstək olur. Bizdə isə o çox zəifdir. Mən düşünürəm ki, aslında bu təkcə MMA-da deyil, digər idman növlərində də belədir. Yox, bütün dünya ölkələrində, yəni professional vuruşan idmançılar, onlara dəstək olur biznesmenlər. Biznesmenlər dəstək olur, vitaminləri var, yəni onların zborlara getməlidir, hər şey dəstək olmalıdır. Elə bu məqamı deyirəm ki, məsələn, powerlifting üzrə mənim qonağım Ramil Əhmədov idi. O da eyni mövzunu qeyd etdi ki, məsələn, Azərbaycanda bizə buna dəstək yoxdur. Biz sponsor tapa bilmirik. Bizə dəstək olmur. Zəif sponsorlar. Bizdə belə deyim də, qeyri-olimpisk idman növü olduğuna görə dəstək çox zəifdir. Olimpisk növlərində yəni dəstək var, amma qeyri-olimpisk idman növündə yox. Sizcə bəzi idmançılar sosial mediada yaratdıqları obrazda real səviyyəni izlədirlər? Yox, idman ayrıdır xanım, yəni real həyat ayrıdır. Yəni baxın, burada nəyi vurğulamaq istəyirik? Məsələn, döyüşçü olaraq baxırsan ki, bu yenidir və çox da böyük bir istedadı yoxdur. Amma sosial mediada baxsan ki, bu hər şeyi bilir. Hər şeyi bacarır. TikTok çempionları. Bəli. Ya, bizdə ən zəif cəhət nədir? Belə deyil. Mən həmişə deyirəm. Biri var idmançı, biri var idmanla məşğul olan. Onun fərqi nədir? İdmanla məşğul olan sadəcə idmanla məşğul olur. Ola bilər, bir-iki dənə yarış vuruşa bilər. Amma idmançı isə rejimdə yaşayan idmançıdır o. O bilir ki, bu gün ərzində 2 dəfə məşqi var. Səhər məşqə getdi, gəldi, çörəyini yedi, dincəldi, axşam məşqinə getdi. Onun sosial şəbəkələrə girməyə heç vaxtı da olur. İdmanla məşğul olanlar isə elə bütün gün TikTokda fırlanırlar. TikTok çempionları. Amma idmançının vaxtı olmur. Ya bir dənə bazar günü olur, o da ki istirahətində olur. Bugün sizin yerinizdə olmaq istəyən gənclərimiz çoxdur. Hətta döyüşlərdə sizi məğlub etmək istəyən gənclərimiz də var. Bu sizi motivasiya edir, yoxsa narahat? Siz necədir? Dövr dəyişir. Bəli. Yox, məni narahat edir ki. Mən yenə də gənclərlə işləyirəm, hələ ki canımız soludur. İdmanımıza son qoymamışıq, karyeramıza davam edəcək. Sadəcə belimdə qrija çıxdı, dizimdə zədə var. Biraz başım zalıma qarışır. Həmi bu işlərlə məşğul olduğumuza görə biraz ara vermişik, amma inşallah qayıdacaq. Yəni gənclər
şeydə necə deyim, köhnə məktəb uşaqlarından qorxsunlar da. Sağ şkolu belə çox güclüdür. İndiki gənc nəsil bizim gördüyümüz əziyyəti görmür. Çox rahatdır. Onlarda şərait bir dəqiqə çox güclüdür. Məsələn, mən zalı açmışam, uşaqlara deyirəm ki, siz başqanxınsı deyirəm ki, siz sevinin ki, mən sizin məhəlləmizdə yaşayıram və sizdə bu şərait var. Başqa belə qəsəbələrdə belə şərait, yəni başqa qəsəbədə olsaydım, mən başqa qəsəbədə yaradardım bu şəraiti. Bunlar indi bəxtləri gəldi, bunlarda olur. Bir də bunlar hələ o görmürlər, o əziyyəti görmürlər. Biraz keçmişə qayıtsaq, yeniyetməlik dövrünüzə, gənc idmançı olduğunuz müddətdə ən yadda qalan xatirəniz nə oldu? Xarakter? Xatirəniz. Nə mənada xatirəm? Xoş xatirənizdə hər hansısa bir döyüş və yaxud məşq əsnasında. Bir dənə maraqlı məqam, xatirə deyilmək olmaz, maraqlı məqam olub. Demək, MMA təzə başlamışam, hardasa 11-ci sinifdə oxuyordum, səhv eləmirəm. Bütün sinif yoldaşlarımla yığıb yarışı aparmışdım və həmin yarışı udmuşam. Gəlmişəm dərsə, sinifdə heç kim olmur. Direktor gəlib deyir ki, haradaydı? Hərə bir bəhanə olur. Mən gördüm, dedim ki, mənə yarışıma getmişdi. Dedim, sən dedim, heç hamısını bağışladı. Məncə sizin hesabınıza uşaqlar da bir gün dərsdən ayrı vaxt keçirdirlər. Demək olar, 15 dənə oğlandan 12-si mənə yarışa getmişdi. O məqamda, bax, sinif yoldaşlarınızdan gəlib ki, yarışa baxanlar arasında sonradan idmana başlayan olubmu? Peşəkarca olmayıbdı. Siz hələ öz sənətin bir işlə məşğul ol. Yəni, bir dənə sinifdə idmanla məşğul olan məndir. Sinif yoldaşlarım hərəsi bir işlə məşğul. Oxuyan oxuyur, işləyən işləyir, sənət öyrənən sənət öyrənir. Bir dənə mən qalmışdım. Bu günləri Azərbaycanda idmanla məşğul olmayan bir çox gənclərimiz var. Hansı ki, narkotikə qurşanırlar, düzgün yolda deyirlər və valideynlər də bundan əziyyət çəkirlər də. Həmin gənclərə nə demək istəyirsiniz? Siz idmana hamı gedə bilər. Hamı idmançı olmalı deyil, amma idmanla məşğul olmalıdır. Ola bilər insan var, o elə bilir ki, onda alınmaz, ki, idmanda görür, alınır. Çalışsın idman zallarının, ən çox idman zallarında olsunlar, sağlam insanlarla dostluq eləsinlər. İdmançı olmasa da belə, keçsin sənət öyrənsin, boş qalmasın. İnsan, narkotik belə bir şeydir ki, boşluqdan əmələ gəlir. Hamı elə fikirləşir ki, siz necədir, hər şey rahat, elə deyil. Mən uşaqlar da başlayır. Mən çox böyük yollardan keçmişəm. Mən belə görmədiyi yollardan keçmişəm. Başlanılan ki, hər şey əziyyətlidir. Gənclər, indiki gənclərin problemi nədir? Hər şey çəkmək istəmir. Hər şeyin hazırına. Elə yol olmur axı, hər şeyin hazırı olandan sonra elə şey yoxdur. Düzdür. Əgər bugün 18 yaşlı Nərimana bir cümlə deyəcək olsaydınız, bu nə olardı? Deyəcək olsaydım, yaxşı idmana davam eləmişik. Bir gün karyeranızı bitirsəniz, bu idmana borcunuzu necə qaytarmaq istəyirsiniz? Belə. Yəni, belə deyəndə ki, ən azından bildiklərimi gənclərə öyrədərəm də. Bir çox, necə deyim sizə, elə gənc ola bilər ki, mən öyrətdiyimdən, bəlkə də o məndən də yaxşı idmançı ola bilər. Gələcəkdə tələbələrinizdən hansı nəticəni gözləyirsiniz? Ən azı dünya Avropa çempionu olsunlar. Profesional idmançı olmasa da belə, həvəskar idmanda dünya Avropa çempionu olsunlar. Yəni, çalışsınlar, sağlam həyat tərzində olsunlar. İdmanda qalsınlar da. Yəni, sağlam insan, mən indi burada 10 nəfərə məşq keçirəmsə, 10 nəfər 100 nəfərə bərabərdir. Məsələn, məktəbdə, məhəllədə, ailədə ən azından onun ətrafında 10 nəfər adam varsa, bir adam 10 nəfərə bərabər. 10 nəfər isə 100 nəfərə bərabər. 100 nəfər 1000 nəfərə bərabər. Çalışsınlar, sağlam həyat tərzində olsunlar. Mənim suallarım bitdi.
Təşəkkür edirəm. Sizə karyeranızda, məşqçilik fəaliyyətinizdə uğurlar arzulayıram. İnşallah ki, tələbələriniz gələcəkdəki o 10 nəfər, digər 10 nəfərə məşq keçib daha yaxşı nəticələr əldə edər. Təbii ki, rəqəmlər dəyişir, amma yüzlərlə idmançıya örnek olsunlar. 100% ən azından sağlam həyat tərzində olsunlar. İdmançı olmasa da sağlam insan olsun. Hər hamı idmançı olmur. Onsuz 100 nəfərdən bir nəfər çıxır idmansız halda yadınız. Özünüzə bu idmandasınız. Danışmaq istədiyin hər hansı bir mövzu varsa, onu da əlavə eləyək sualda. Buradan İdman nazirimiz Fərid Qayıbova təşəkkürümü bildirirəm ki, bizi belə döşəklə təmin elədi. Sağ olsun, pay verib, bunu mənə hədiyyə eləyib. Günün bu günü bu döşək, bu zalın olmağı, yəni bu qəsəbəyə necə deyim sizə, gənclərin idman həvəsi artır. Sonra nə deyim, bu idman zalı bildiyiniz kimi mənim rəhmətli qardaşımın adına xatirəsinə açmışam. Mənə özə rəhmət. Başqa iş nə? İdmanda qalın. İdmanla məşğul olun. Uğur sizi tapacaq.